Fotosunu gördüğünüz bu kadın Azərbaycanlıdır. 28 yaşı var. Bir neçə gündür Türkiyənin ATV kanalında Müge Anlı'nın verilişində adı hallanır Dələduz kimi və bir neçə adla Türkiyədə yaşayır. Öncə Müge Anlı onu Leyla kimi təqdim etdi. Sonra məlum oldu ki, digər bir ailəni aldadıb, digər bir şəxsi, bir vətəndaşı, Türk vətəndaşını aldadıb, orada özünü Nailə kimi təqdim edib. Familiyası da Abdullayevadır. Özünün öncə dedilər 25 yaşı var, sonra məlum oldu 25 yox, 28 yaşı var. Üzündən də görünür ki, gənc xanımdır, yaşlı deyil. 54-55 yaşında kişilə gedib ailə qurmaq istəyib. Xanıma mən nə deyim? Hələ mən sevindim ki, Müge Anlı onu model kimi təqdim edəcək. Çünki Türkiyədə nə qədər tərbiyəsizlik, nə qədər əxlaqsızlıq, nə qədər oğru, dələduz, nə bilim nə var. Onlar tutulanda, onlarla bağlı hansısa şikayət olanda özlərini Azərbaycanda model kimi fəaliyyət göstərdiyini deyirlər. Azərbaycanda ümumiyyətlə model yoxdur. Bu peşə, bu sənət yoxdur. Olub biraz olub, indi hal-hazırda yoxdur. Amma bunlar hamısı orada özlərini model kimi təqdim edirlər. Bir tikə boyları var, yeriyə bilmirlər, ayaqları əyridir, amma bunlar Azərbaycanda model kimi fəaliyyət göstərirlər. Bu qadın 28 yaşında həm Nailə, həm Leyla adlı Abdullayeva, bu xanım 54 yaşında bir kişini aldadaraq küllü miqdarda zinət əşyasını, pulunu ələ keçirib. Və digərləri də canlı efirə zəng vurdular ki, sizin Leyla kimi təqdim etdiyiniz bu Nailə bizim də amca oğlumuzu, nə bilim kimi bax belə aldadıb, küllü miqdarda pullarını, zinət əşyalarını, nə bilim barmaqça, belə qolbaqlar, küpələr, nə bilim nələrin alıb bir neçə gün orada yaşayıb, güya sənə arvad olacam və oradan çıxıb gedib. Bax, mən sənə sual verirəm ki, ay Azərbaycanlı, ya Leylasan, ya Nailəsən, bilmirəm. Sənin Türkiyədə nə itin azıb? Hə? Sənin Türkiyədə nə itin azıb? Getmişsən özü doğrult orada, bir zavoda gir, bir fabrika gir, hansısa bir təsərrüfatda işlə. Get kiminsə evini təmizlə, amma Azərbaycanın adını biabır etmə. Orada yaşamaq hüququn yoxdur, işləmək hüququn yoxdur, heç nəyin yoxdur. Onsa səni deport eləyəcəklər Azərbaycana. Ona görə də mən üzümü, təbii ki, bizim güc nazirliklərimiz var. Güc nazirliklərimiz var, daxili işlər nazirliklərimiz var. Təbii ki, müraciət edirəm ora. Bu Leyla, Nailə, Abdullayeva adlı, baxın, fotosu da var burada, bu qadınla bağlı. Xahiş edirəm, bu qadını ölçü götürülsün. Bütün Türk vətəndaşlarını gedib aldadıb, küllü miqdarda onların zinət əşyalarını, pullarını alıb, qaçır gizlənir, şəhər-şəhər, əyalət-əyalət, köy-köy gəzir. Mən xahiş edirəm, bu qadınla bağlı güc nazirliklərimə xahiş edirəm, ölçü götürülsün. Çünki bu bizə yaraşmır. Biz Azərbaycanlılara bu yaraşmır. Onlar bizim, həmişə demişik, böyük qardaşlarımızdır. Bizim bax belə qadınlarımız, bilmirəm, bu qadın deyil. Buna qadından başqa hər şey demək olar. Sən gedirsən Türk vətəndaşını, 28 yaşın var, gedirsən 56-57 yaşında kişinin hər şeyini götürüb çıxırsan aradan, ortadan, nə bilim hardan. Mən inanıram ki, tezliklə səninlə bağlı ölçü götürüləcək. Adı Leyla, Nailə Abdullayeva.